Kartlar deyir ki, səndən maraqlanan biri var. Kimdir? Hansı məqsədlə səndən maraqlanır? Gəl ona baxaq. Birinci sənə baxaq. Bu videonu izləyənlər kimlərdir? Nəyə görə bu qədər? Bəzi də burada, belə deyim də, hansısa bir yalan, xəyanət görmüş, hansısa bir negativ içində olan bir insandır bu videonu izləyən. Çünki narahatçılığı var, gözyaşı var. Amma sənə xoş xəbərim var ki, bu sıxıntıların hamısı 9 vaxt içində həll olacaq və çox xeyirli, uğurlu bir dönəmin gəlir. Yəni, hazırda bəli, ola bilər bəzilərinizdə burada üzərində hətta negativ olanlar da var. Ağırlıq var, negativ var. Bir, belə deyim də, səninlə əlaqədar olmayan, sənin günahın olmayan bir sıxıntının içindəsən. Narahatçılığın var. Bəzilərində burada həyat eşqi sönübdür, nə bilim, gecələr yata bilmirsən. Amma sənə deyim ki, həll yolu özü səni tapacaq və hazırda hansı sıxıntıdasansa, o sıxıntın elə gözəl həll olacaq ki, yəni, bir də baxacaqsan ki, bəzilərinizdə burada pul gəlir, əlinizə xeyirlisi ilə bəzilərinizdə uğurlu bir addım var. Yəni, bəziləriniz hansısa addım atmaqda bir çıxış yolunda qərarsızsansa, çıxış yolu özü səni tapacaq və hazırki sıxıntı durumundan çıxacaqsan. Hazırda bunlardır və narahat olma, yəni. Gəl baxaq, hazırda səninlə kim maraqlanır? Kimdir səndən maraqlanan? Kimdir? Gəl baxaq. Kimdir hazırda səninlə belə ciddi cəhdlə maraqlanan? Göstər özünü. Aha. Kimdir? O insan özü də sıxıntı içindədir. O insan özü də problem içindədir. Belə deyim də. Kimdir də? Göstər kimdir? Bu insanla hansısa bir əlaqən olubdur və s. Gəl baxaq. Kimdir bu? Nədir? Kimdir? Səninlə belə ciddi cəhdlə maraqlanan insan kimdir? Çıxdı burada. Aha. Bir insan deyil. Mən sənə deyim ki, sənlə maraqlanan iki insan var. Belə deyim, münasibətlə əlaqədar olubdur bu insanla yaxınlığınız, ola bilsin keçmiş ilişkidə olduğunuz bir insan, burada bəzilərinizdə ayrılmışsınızsa, keçmiş həyat yoldaşınız da var, burada keçmişlə əlaqədar olan bir neçə insandır. Mən sizə deyim ki, əksəriyyəti kişilər də var, burada 2 nəfərdə ciddi cəhdlə maraqlanan qadınlar da var. Çox insanlar sizlə maraqlanır, çox insanlara maraqlıdır sizin həyatınız, sizin belə deyim də, burada qadın var. Dostluq elədiyim bir qadın olubdur. Tutaq ki, burada belə deyim, işgüzar bir münasibətin olan bir qadın olubdur. İlişkin olan bir kişi və ya 2 kişi burada var. Biri cavandır, birinin yaşı çoxdur, biri də kənardan sadəcə səndən maraqlanır. Səninlə maraqlanan bu insanlarla hazırda əlaqən varmı? Gəl buna baxaq birinci. Yox. Bu insanların heç biri ilə əlaqən yoxdur. Hər biri ilə də bütün yolları, əlaqələri kəsmisən. Belə deyim, səndən ancaq kənardan, bucaqdan, oradan, buradan maraqlanırlar. Keçmişində qalmış insanlardılar bunlar. Gəl baxaq, ən çoxdur, burada hər birinə baxa bilməyəcəyik təbii ki. Ən çox səninlə belə ilgilənən, maraqlanan belə kimdir? Səninlə ən çox ilgilənən, ən çox səni izləyən, maraqlanan kimdir? Yenə də bitmiş bir ilişkiniz olubdur. İlişkiniz yalan üstündə, xəyanət üstündə bitibdir bu insanla. Və bu insan belə bil ki, bir tipdə çox yalancı və narsist bir insan olubdur. Mən sizə deyim ki, o insanı sən konkret olaraq geridə qoymusan. Geridə qoymusan və bu insanın acılı qalıbdır. Acılı qalıbdır səndən. Nə üçün səndən maraqlanır? Əlbəttə ki, yaxşı məqsədlə maraqlanmaz. Yaxşı, nə üçün səni kənardan maraqlanır? Nə üçün maraqlanır, hansı məqsədlə? Boş bir məqsədlə, sadəcə işi gücü yoxdur, sadəcə oturub fikirləşir ki, görəsən, belə deyim də, geri dönüş yolu varmı? Belə bir fikirləri də var. Boşluq axtarır ki, təkrardan daxil olmaq üçün, amma hər dəfə də cəhdləri uğursuz alınır və həmçinin bəziləri də bilirsən nə üçün maraqlanır? Bu fikirləşirdi ki, sən ondan ayrılandan sonra, yolun ayrılandan sonra tutaq ki, bitəcəksən, məhv olacaqsan, amma elə bir şeylər olmadığını görür. Daha da öz həyatı alt üstüdür, daha da özü məhv olur, ona görə maraqlanır. Baxaram, bu insandan sənə konkret olaraq hansısa bir zərər gələ bilərmi? Yox, o insandan sənə zərər gələ bilməz, ondan narahat olma. Yəni, çünki bu insan, sən birincisi özünü qorumadasan, ikincisi onun sənə zərər vura biləcəyi heç bir əlaqə yoxdur ki, deyim ki, necəsə əlaqə vura bilər. Zaten bu insan dəfələrlə sənə hansısa bir şəkildə zərər ziyan vurmağa çalışıbdır, alınmayıbdır. Bəzilərini bilmirsən, bəzilərindən xəbərin olmayıbdır.
Gəl baxaq, bu insan səni real həyatda hardasa yolunda, izində, işində izləyirmi, yəni? İzləyirmi? Real həyatda hər hansısa bir şəkildə izləyirmi? Real həyatda bilavasitə izlədiyi yerlər var, bəli. Belə deyim də, necə izləyir real həyatda, harda, necə izləyir. Bəzilərinizə burada iş yeri var, necə izləyirsən. Real həyatda, tutaq ki, öz həyatında, işə gedəndəmi, evindəmi, həyətindəmi, məhləndəmi, hardansa izləyirmi səni? Bəli. Real həyatda səni onun izlədiyi bir yer var. Tutaq ki, əgər yaşadığın bir yeri tanıyırsa, oradan arada gəlir, keçir, görsün nədir, nə məsələdir. Belə bir şeylər var. İzləməyi var. Bəzən də sən görmüsən hətta onun səni izlədiyini. Gəl baxaq, o insan səninlə əlaqədar hazırda hansısa bir zərər vurmaq, xətər yetirmək kimi bir planı varmı? Yox, artıq görür ki, gücsüzdür. Zaten dəfələrlə eləyibdir, keçmişdə işinlə əlaqədar hansısa bir zərər vurmağa çalışıbdır. Neysə bir zərər vurmağa çalışıbdır, amma boşa gedibdir. Çünki sən qorunursan onun zərər ziyanından və belə deyim də, qorumadasan. Ona görə də alınmır uca. O elə bir fikri yoxdur. Yaxşı, gəl belə baxaq, bəs yenə də sənin hardasa qarşıva çıxacaqmı? O səni elə bir yerdə izləyir ki, o səni görə bilir, sən onu görə bilmirsən. Bilirsən necə? Elə bir yerdə görür ki, səni, yəni o səni görür, izləyir. Yəni izlədiyi vaxtlar, axşam vaxtları da olur, gündüz vaxtları da olur. Sən onu görmürsən, yəni görməyəcəksən. Kənardan sadəcə hiss eləyəcəksən həmin gün ki, hə, nəsə elə bil ki, kimsə görür, kimsə izləyir və yaxud da ki, uzaqdan elə bir xəyal-məyal ona bənzəyən bir şey görəcəksən. O qədər uzaqlıqdadır ki, hiss eləməyəcəksən, ya tuta bilməyəcəksən. Bu odur, o deyil. Yaxşı. Bununla əlaqədar, o insanla əlaqədar kartların sənə hansısa bir məsləhəti varmı? Məsləhəti odur ki, boş ver, həyatını davam elə. O insan onsuz da yavaş-yavaş keçəcək, uzaqlaşacaq. Sən əsas sənin ətrafında olan, səninlə maraqlanan digər qadınlardan özünü qoru və heç kimə sirri bildirmə, sirri vermə. O insan zaten səndən əlavə başqa yəni bu daha çox kişi xarakteri çıxır. Səndən başqa daha 2 qadını da izləyir. Elə onun psixoloji problemi var. Bu eləcə izləməklə məşğuldur kilonun başına. Yəni ona görə boş ver. Yəni ondan sənə belə deyim də izləyir, izləsin, qalsın qıraqdaca. Onsuz da həyatda təkrardan alan biri deyilsən. Aldım, qəbul etdim. Yaz ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə.